ki mən önəmsəmirəm tamaşaçı fikrini. Bu yanlışdır. Niyə? Çünki hər birimiz tək iş görəndə deyil. Hansı bir xəbər çıxır, dərhal onun altındakı rəylərə baxırsan ki, görüm tamaşaçının fikri nədir, necə reaksiya verəcəklər, nə deyəcəklər, ümumiyyətlə müsbətmidir rəyləri, yoxsa yox. Yəni biz bu günləri sözün əsl mənasında tamaşaçıya çalışırıq və istəyirik ki, onlardan gələn obratni svязь deyirlər də, geri dönüşlər yaxşı olsun, nə bilim fikirləri sənə qarşı müsbət olsun. Ona görə yəni o ay mən önəmsəmirəm, mənim vecimə deyil tamaşaçı nə deyəcək deyə bir şey yoxdur. Hər bir tamaşaçının zövqünə çalışırıq. Seva sözü kəsdim. Bilirsiniz necədir? Birini sual verir, məsələn, bu ifaçını dinləyirsən. Deyirəm, yox, dinləmirəm. Təhqir eləmirəm, düzdür? Heç tənqid də eləmirəm. Deyirəm, dinləmirəm, məsələn. Altından yazırlar ki, sən kimsən ki bunu dinləmirsən? Ya sən nə oxuyursan, o səndən yaxşı oxuyursa onu dinlə. Qardaş, mən dinləmirəm. O adama təsir eləyir. Mən məcbur deyiləm, məsəl üçün, tutaq ki, deyirəm, istəmirəm heç bir janrı. Hər bir janrada hörmətlə yanaşıram. Mən istəmirəm, məsəl üçün, tutaq ki, deyirəm də. Mənim beynimə uyğun gəlmir, hansısa repə və yaxud da meyxanaya və yaxud da hansısa bir tərzə. Düzdür, dinləməyi deyirəm də. Mən bunu məsəl üçün dinləmirəm, sevmirəm. Elə insan var caz dinləyir də, düzdürmü? Elə insan var klassika dinləyir ancaq. Bu dinləmirəm yazanda altında yazırlar ki, sən kimsən ki dinləmirsən? Dinləməlisən. Və sən gərək soruşa biləsən ki, sən nə dinləyirsən?